Hər birinizə salam kanalımın dəyərli izləyiciləri. Tanınmış aparıcı Çınarə Əliyeva anası ilə maraqlı paylaşım edib. Söz edən görüntüləri təqdim edirəm. Buyurub izləyə bilərsiniz. Yeni xəbərlər izləmək üçün kanalımıza abunə olmağı, videolarımıza like etməyi, kanalımıza dəstək olmağı unutmayın. Ayda xanım evdədirsə, bugün həm çox gözəl anasan, həm bugün nəvəsinə baxır. Buna var Çınarə, gör nə qəşəngdir. Bu hələ qızarıcıydı. Hələ bişirəm. Bu nə çörəkdir? Yerlidir, xaricidir, Özbəkistandır, Türkmenistandır. Özbək. Bu özbəklərlə bu işbirliyi məni öldürür. Bizə çox qonaq var gəlir. Hə. Çox qonaq gəlir bizə Özbəkistandan, Qazaxıstandan. Qonaq deyirsən, hara gəlirlər? Hə. Obyektimizə xoşuma gəlir. Mən onlara deyəndə ki, mən bu çörəyi bişirə bilirəm, deyirsən bizdə yaxşı bacarırsan. Düzdür, yox, doğrudan Allah bu çörək asobu deyir. Resepti deyəndə deyirlər ki, sən bizdə yaxşı bacarırsan. Resepti, amma biz burada demirik. Yox, olmaz. Çünki mama... Suyu qalsın. Ay, sağ ol, hə. Olmaz. Ümumiyyətlə biz xoşlanmırıq. Olmaz. Dəyərli izləyicilərim, hava çox gözəldir və əlbəttə ki, biz açıq havada oturmağa daha çox üstünlük veririk. Çünki həm sərin var, həm bu yaşıllığı görür, ürəyimiz açılır. Amma bilirsiniz ki, Bakının çox kəndlərində çirtkələr dolmuşdu. Bir müddət qurbağalar oldu yağışdan sonra. İndi çərtkələr çoxalmışdı və mən nə etdim? Əlbəttə ki, bugün bütün gün çəkilişdə olmuşam. Gəldim, gördüm ki, bir dənə çərtkə qalmayıb, çünki dezinfeksiya elədik. Dezinfeksiya şirkətləri çoxdur, amma mən araşdırdım. Sağ olsun, İsmail Suvarma bizə kömək elədi, dezinfeksiya şirkəti göndərdi. Elə yaxşıdır ki, gəldilər 2 nəfər. 15-20 dəqiqənin içində dərmanladılar. Təsəvvür edin, burada həyət evidir də. İstər-istəməz qurtlar olur, belə atlanan juklardan olur, çərtkələr olur. Bir dənə də yoxdur. Bax, rahat gəzirəm və onların canlarına dua edirəm. Çünki adam istər-istəməz tiskinir də. Amma burada artıq rahatlı qazonda da gəzirəm, belə də gəzirəm. Səhərdən baxıram ki, bir dənə əsər əlamət qalır.